İndi Allah Taala gör məni nə günə gətirdi çıxartdı. Bu qafiyə ilə elə bil ki, sarçanı qartal elədi. Bu qafiyə ilə mənə şans yaratdı. Hər şey yavaş-yavaş olur. Məgər Allah Taala solmuş ağaca yarpaq verə bilmir? Mən də bir solmuş ağac kimi idim. Heç kim su vermirdi mənə. Bəşir, Mediamax ilk dəfə səni çəkəndə 2021-ci ilin aprel ayıydı, özü də birinci gün idi. Sabahsı gündə ad günü oldu. Ad günü idi. O vaxtdan bu yana sənin həyatında nələr dəyişdi? O gündən bu günə qədər çox şeylər irəli gəlib. Yəni həyatımla bağlı, sənətimlə bağlı olaraq meyxana aləmindən yəqin ki danışırıq. Raylarda yazırlar, bildirirlər ki, Bəşir, biz artıq baxırıq, sən rəhmətli Vüqarı yad edirsən, hər bir toyda, hansı bir ziyafətdə olanda yaddan çıxartmırsan. Əlbəttə yad etməliyəm, çünki mənim borcumdur.